Görün bu Türkiye televiziyasıdır. Deməli, indi bilinmir kimdir, hansı millətin nümayəndəsi Türk dilində danışır, Türk tarixi danışır özü də. Amma Türkün nə marağı var? Bu belənkə deməli, verilişin adı da nədir? Sözün özü. Sözün özü, bax bunu, sözün özü, bax bu kimdir bu? Bunu bilmirəm. Prezident, Türkiye'nin prezidenti, ne bileyim kardeş, Türkiye'nin prezidenti hara baxır. Mən bir sözüm yoxdur. Neçədə mən hər dəfə belə bu adamları haqqında qoyuruq. Heç, yəni bir reaksiya yoxdur. Yəni saymamazlıqdır. Ya elə belə də lazımdır, bilmirəm, başa düşənmirəm. Nəysə, aydın məsələdir. Deməli, nədirsə yaxşıdır, görün. Bu adam nədir? Soyqırım olubdur. Soyqırımdan sonra deməli bu türklər erməniləri talayırmışlar. Deməli o həmin o türklər var, gör nə qədər alçaldır. Həmin o türklər ki talayıblar, onlar indi varlıdırlar ermənilərin hesabına. Görün bu nə deyir ha? Ay kişi, görün erməniləri necə göstərir adam. Deməli, bu torpaqlarda, deməli, Türkiyə torpaqlarında ermənilər yaşayırmışlar və bütün ən gözəl arxitektorlar, ən gözəl ağıllı arxitektorlar, ən gözəl sənətkarlar, ən deməli dərzisidir, onun o dəlləyidir, başqırxanıdır, nəysə zərgərlərdən danışır. Nəysə bu adamın nə marağı var? Ay qardaş, bu TV-də oturub gör kimləri bizə deyir ki, soyqırım olub da. Bu millət gəlib Atatürkə, indi Atatürk'dür da, indi ermənilərə yazığı gəlib iş veriblər də, erməniləri qaldırıb. Necə Azərbaycanda Montaşovlar qalxdı, gəliblər deməli, at arabası sürürdülər ermənilər, tollada atın altını təmizləyirlər. Bax, bunlar görürsünüz, bunlardır, həmin, bax, bu ruslardır, Bakı şəhərində. 1890-cı illərdə görün, ruslar gəlib Bakını süpürürmüş, təmizliyi öyrədirmiş. Azərbaycan türkləri ümumiyyətlə. Ruslara görün ha, bu sizin o deyirsiniz, Rusiyadan savad aldım, nə bilim nə aldım. Ay kişi, baxın görün kimlərdir bunlar, savad belə olmuş. Ay, ada bu iğrənmiş, hansı ki hamama zorla türklər itəlirdi, İrəvan qoxurdu. Bu iğrənmiş ermənilər danışır, iyi gəlirdi bizdən. Azərbaycanlar bizi hamama itəlirdi. Bu adamları gətirib görür ki, Türkiyəni qurublardı, gözəl, nə bilim neyiblər. Bəli, bax bu insana mən istəyirəm deyəm də bu Türkə. Atatürk'ün indi tumanını da tikib geydirib də erməni, burada nə var? Maskisini geyindirilmiş də, indi işi oymuş da, özü istəyib də, bunu heç kəs bilmir. Deyib, sağ olsun Türk xalqı, biz onların ayağını da yuyaq. Onların o hər işini görək, yəni minnətdarıq. Bunlar o mənə olub. İndi bu alçaqlar aşağılayırlar. Ki yox, Türklər bunların hesabına adam olubdur. Türklər bunları, deməli varlı Türklər, bunlar ermənilərin hesabına, bunların hesabına varlanıblar. Bu Hindistanın qaraşı da demək olmaz da. Bunları Movses Khorenatsi deyib ki, biz Tanrı yaradığı deyilik, iblisin yaratdığıyıq. Ay alçaq, nə bilim kimdən olubsan, Gürcüdən olan Türk, oturmuşsan orada televiziyada, qulaq as Khorenatsini, Çarençi, Samveli, Daşdentçi bir eşit, gör nə deyir ermənilərdən, biz ermənilər.
ən satqın, alçaq harda yaşayırıq, oranı oğruyuruq, oranı satırıq, onlara zərbə vururuq arxadan, onu challenge deyir. Bütün xanımlarımız da dünyaya yayıb fahişəliyi. Erməni qadını ən birinci fahişəliyi yayan dünyaya. Bundan danışır. Türkiyənin o masaj salonlarında ermənilər idarə edirlər. Yəni bunlar budur. Busa deyir ki, gözəl sənətkar sənətə qoyubdur. Qardaş, türk gətiribdir, qoyubdur növ çıxardılan pul qazandılan. O da Bakıda növ qazanıb da, növü satırmış, qazanılmış adam olub indi. Tualet təmizlənmirmiş, atın altına təmizlənmirmiş o mantoşlar. O Kasparov şahmatist Kasparovun nəsli. Hamısı tollada işləyənlər olur. Roman Tsipinlər, nə bilim, onların o aktyorları, Yevgeni Petrosyanları, Qarino Avanesovları, hamısı bunlar Bakıda yaşayıb, Bakılı sayıblar özlərini və özlərini yerli sayıblar. Yəni gəliblər, adam olublar. İndi bu ermənilər Türkiyədə yaşayıb da, İstanbulda yaşayıblar, qoyublar, qaldırıblar, türklər başına oturdublar, indi türkləri aşağılayıb. Bu danışan da həmin o alçaq, satqın, hansı ki oturub tarix danışır ki, türklərdir, soyqırım törədib. Hələ baxın. Bu adam Bruce Finddir, Ronald Reaganın köməkçisi 90-cı illərdə arxivləri bütün araşdırıb dünyanın soyqırımı ermənilər törədib. Ermənilər erməniləri başını kəsib və türk xalqının 2 milyon türk başı kəsib. Bunu Bruce Findi eşit. Ay deməli, lənətə gələsən. Eşit bunu da. Eşit. Niyə eşitmirsən? Ay sənin demişdim indi nəyi. Eşit deyil, 2 milyon türk başı kəsib erməni. Bu Stefan Dauman beynəlxalq hakim Haqa və hərbi tribunalın hakimi. Bu deyir ki, eşidir, ay düşük, ay taban yağlayan, gedib erməni sən kimsən, nərsən? Bu deyir ki, ermənilər türklərin başını kəsib, əsirlərlə, baş kəsən nə deyib, uşaqların başını kəsir də yəni. Milyonlarla uşaq məhv ediblər. Bu deyir Stefan Dauman. Görürsünüz, Haq tribunalında və cəzasız qalıb. Eşitdin? Ay lənətə gələsən Türk. Eşitdin? Yəni bu Stefan Dauman deyir ki, ermənilər türklərin başını kəsir, 2 əsrdir, 2 milyon və cəzasız qalıb ermənilər. Bunu bu deyir. Oleg Kuznetsov deyir, soyqırım olmayıb. O abidə, monumenti 65-ci ildə İrəvanda biz ruslar qoymuşuq. Türkə zərbə vurmaq üçün. Orada qarib krizisi deyilən 60-cı illərdə biz Kubadan raket çıxardıb, İncirlikdən raket çıxmayıb və bu ruslar fikirləşib ki, soyqırım bir dənə fikirləşək. Onu bugün etiraf edir. Kəşfiyyat polkovniki, Rusiyanın kəşfiyyat polkovniksi, SSR-in keçmiş kəşfiyyat polkovniksi Oleg Kuznetsov. Bax, bu Oleg Kuznetsov etiraf edir ki, biz 1915-ci il soyqırım, qondarma türklərə zərbə üçün abidə qoyduq İrəvan şəhərində. Bildin, ay ləhnətə gəlmişdir, ay ermənidən olan alimlər, bunları kim qoyur Türkiyədə? Sizin ləhnətə gələsiniz, nə istəyirsiniz bizdən, hə? Alçaqlar, nə istəyirsiniz bizdən? Bu, qardaş. Hələ demirəm ki, Azərbaycan Avropada göstərirlər kitabında 1726-cı ildə İrəvanın xəritəsini göstərirlər. Onu Stalin yox eləyə bilməyib, xarici qüvvələr yox eləyə bilməyib. Amma bugün bəzi Avropalılar etiraf edirlər ki, görün, Azərbaycan hələ 1700-də var idi. Hansı ki, Skandinaviya
etiraf edib, Danimarkalılar, Hollandlar etiraf edib ki 700 min il tarixi var. Azərbaycanın Türk tarixi 700 min il var. Sivilizasiya Qafqazdan gedir. Kırım'dır, Sibir'dir, Sobir deməkdir, Sabir, Sibir, bildiniz? Ömür çayı, Amur çayıdır. Ankara çayı, Ankara paytaxtı, Ankara çayı da. Yani bütün Rus torpaqları Türk torpaqlarıdır. Və Sibir'də, Kırım'da, Asya'da, Avrupa'da yaradıcılan Türk. Yani Türkler heç yandan gelmeyip her yanda Tanrı onları yaradır. Ama bu bədbəxt gedib Ərəbin qanun qaydasını götürüb, ona göre Tanrı Türk'ü de cezalandırıb ki, niye sen gedib Türk'ün qayda qanunu götürürsən? Bax, bu Azərbaycan burada xəritədə göstərirlər Avropalılar. Demin ki, 20-ci ildə nə bilim yaradıblar Azərbaycanı, alçaqlar 1726 Azərbaycan. Sizə hansı sənədlər, bu əsli sənəd də oturup orada burada yazmırlar. Stalin yazdırıb bütün tarixi ona buna pozublar. Yani bunu gene de deyirəm, bax bu Türklərə, bax bunları cezalandırır. Bax bunlar Türk'ün məhv eləyirlər. Oturup yalanı danışırlar. Bütün ermənin varlı dövləti olub, nə bilim, torpaq, erməni torpağında Türk yaşayır. Ay kişi, belə yalanları siz necə icazə verirsən TV-də? Nə gəlmişlər?